Voyet Tourist partnyoru izləyirsiniz. Bugün taksi sürücülərimiz nə qədər qazanıb ötən həftə onu göstərəcəm sizə və onlara nə hədiyyələr verəcəyik. Yaxınlaşın. Voyet Tourist partnyorun taksi sürücülərinin ötən həftəki göstəriciləridir. Oruc bəy birinci yer, Vüsal ikinci, Elmin üçüncü. Oruc bəyin ümumi qazancı 8493 zlot. Bu bir həftə, yəni 7 gün ərzində qeydə alınan məbləğdir. Bir çoxları şoka düşə bilər, inanmaya bilər, amma bu real bir faktdır. Çünki ötən həftə bonuslar da çox idi. Yəni bir çox aplikasiyalar bonuslar həyata keçirdi ki, və onun nəticəsində Oruc bəy istifadə elədi və onu əldə elədi. Yəni bu bir şok rəqəmdir. İkinci yerdə Vüsal bəy 6129 zlot. Bu da çox yüksək məbləğ sayılır. Və üçüncü yer Elmin. Elmin hansı ki, ötən həftələrin birində çəkmişdik. Birinci yeri tutmuşdu. Yenə də 6000. Bu da çox yüksək bir göstəricidir. Bunu hər bir taksi sürücüsü əldə eləyə bilər bu məbləğləri. Bunun üçün nə etmək lazımdır? Təbii ki, Voyet Tourist partnyor şirkətində taksi sürücüsü kimi işləmək lazımdır. Çünki biz bir çox yolları göstəririk. Burada 3 aplikasiya ilə işləyiblər. FreeNow, Bolt və Uber ilə işləyiblər. Hədiyyələrimiz bunlardır. Birinci yer və ikinci yer. İndi isə birinci, ikinci yerə biz hədiyyələr təqdim eləyəcəyik. Üçüncü yerin sahibi isə bizdən, yəni bizim avtoservisimizdən, yeri gəlmişəm bizim avtoservisimiz də var. Avtoservisimizdə yağ dəyişmə pulsuz olacaq onun üçün. Yəni yağ filtri, xidmət hamısı pulsuz olacaq. Oruc bəy 8000-dən artıq qazancı var ötən həftə. Gözdəyməsin. Necə keçdi? Qısa olaraq deyə bilərsiniz. Necə oldu bu rekord rəqəmi biz əldə eləyə bildik? 16 saat işlədim. Hər gün. Hər gün. Danışığından hiss olunur. Gündə 16 saat. Yəni bir çoxları sual verirlər şərh bölmələrində ki, bu adam dincəlmir, bu adam yemir, içmir. Həqiqətən belə. Elə gözəl yeyirəm də, içirəm də, yatıram da. İşləyə. Hə, ponla, hər işimi də görürəm. Gündə 6-7 saat yatıram. Yerdə də nə qalır, onu da işləyirsən. Hə, ponla. Bez problem. Bunu digər həftələrdə təkrarlamaq olurmu? Açıb baxa bilərsiniz hər həftə mən. Hər həftə mən işləyirəm. Amma bu qədər yox da, yəni bonuslar. Yox, imkan olsa yenə vuraram. 7, 8, 9. Bunun üçün nə lazımdır? Yəni nə məsləhət İşləmək görərdin? lazımdır, işləmək. İşləmək. Bu video bank saat görməyəcək, yoxmu? Kim? Banklər. Bank nədir? Bank. Kredilər. Yaxşı, mən bunu kəsərəm. Okey, keçək hədiyyələrə. Bu hədiyyəmiz ikinci yerin sahibinədir, Vüsal bəyə. Amma ekran qarşısına çıxmağa utanır, ona görə bunu ayrıca verəcəyik. Video registratordur, ucuz bir şey deyil. Bu isə müəllim özü açsın. Ay. Qırmızı. Və belə bir saat. Xoşunuza gəldi mi? Əlbəttə ki. Oradan mı? Bənə. Xeyirli olsun. Onu da taxayım özü də. Geyiminlə yaraşdı. Sağ olun. Əla. Yəni ucuz saat deyil. Yəni bunu biz qiymətini də açıqlamaq istəmirik ki, deyək ki, filan qiymət eləyirik. Ucuz, bahalı yox, fərqi yoxdur. Önəmli olan bir şey, yəni bir maksat önəmlidir. Yəni ucuzda oldu, bahalı oldu, fərqi yoxdur. Və önəmli olan işçiyə verilən dəyərdir. Ay sağ ol, canınız sağ olsun. Voyet Tourist partnyordadır. Bir daha təbrik edirəm. Uğurlar.